Cədvəlləri yaratmaq üçün keçirik Vstavka Insert tabına və buradan Tablitsi cədvəllər bölməsindən Tablitsi, yəni cədvəl əmrini seçirik. Cədvəli yaratmaq üçün 4 üsul var. Bir onlara baxaq. Birinci üsul. Belə açılan pəncərədən mışqanın kursorunu bu seçkaya yerləşdirirsiniz və dartırsınız sağa, sola və istənilən variantı seçirsiniz. Yəni birinci rəqəm sütunların sayını göstərir, ikinci rəqəm sətirlər. Hal-hazırda bizdə belə eləyək 4 sütun, 5 sətir var. Seçəndən sonra mışqanın sol düyməsini basırsınız və cədvəl Word faylın içində yaranır. Və fikir verirsiniz, cədvəli yaradan kimi və kursoru cədvəlin içində yerləşdirən kimi 2 dənə tab əmələ gəlir. Konstruktor və maket. Bunları obyektlərdə də görmüşdünüz. Yəni Word Art, Smart Art obyektlərində 2 tab çıxırdı. Bu birinci variant. İkinci üsul. Keçirsiniz ikinci əmrə, Vstavit tablitsu, yəni cədvəli daxil elə, basırsınız və açılan pəncərədən birinci qrafada sütunların sayını ya üçbucaqla ya əllə tutalım ki, 3. İkinci qrafada isə sətirlərin sayını daxil edirsiniz. Tutalım ki, 7. Və OK düyməsini basırsınız. Və cədvəl yarandı. Keçirik üçüncü üsula. Narisovat tablitsu, yəni cədvəlini çək. Bu əmri seçən kimi kursora fikir verirsiniz. Mən indi içəri daxil olan kimi işçi sahəsində daxil görürsünüz. Kursor dəyişir. Ox işarəsindən karandaş işarəsinə. Sol düyməni basırsınız və buraxmadan lazım olan yerə qədər dartırsınız. Xarici çərçivə yaranandan sonra daxildə də üfüqi və şaquli xəttləri çəkə bilərsiniz. Sol düyməni bastınız, dartdınız aşağı. Sol düyməni bastınız, dartdınız aşağı. Və belə xəttlər əmələ gəlir, düz xəttlər əmələ gələcək. Sadəcə olaraq bu proporsiyaları saxlamaq çətin olacaq. Görürsünüz, bu qrafa böyükdür, bu ona nisbətən balacadır. Amma burada görürsünüz, hamısı proporsional yaranır. İndi belə xəttləri, üfüqi xəttləri çəkirsiniz. Belə, yaxud belə. Buradan bir dənə xəttə çəkmək olar. Şaquli, belə. Karandaş rejimindən, yəni rəsm rejimindən çıxmaq üçün klaviaturadan Escape düyməsini basırsınız. Və görürsünüz, mışqanın kursoru dəyişdi. Dördüncü üsul. Express tablitsi. Əgər sizin belə deyək, vaxtınız yoxdursa və cədvəli tez yaratmaq istəyirsinizsə, şablonlardan istifadə edərsiniz. Keçirsiniz Express tablitsi bölməsinə və buradan istənilən şablonu seçə bilərsiniz. Və burada bütün şablonlar yerləşib. Tutalım ki, bu şablonu seçirik. Və belə bir cədvəl yaranır. Sonra həmin cədvəli özünüz sizə uyğun şəkildə dəyişə bilərsiniz. 5-ci üsul da var. Sadəcə olaraq mən onu keçməyəcəm. Çünki o Excel-ə aiddir. Sadəcə olaraq göstərim sizə. Tablitsa Excel, Excel cədvəli. Bu Excel cədvəllərini Excel proqramını keçəndə sizə göstərəcəyim, onları necə işləmək olar. Burada sadəcə olaraq basırıq və belə Excel cədvəli yaranır. Görürsünüz, artıq bu səhifə Excel
faylının səhifəsidir. Excel proqramının səhifəsidir. Bu Word-ünküdür, bu Excel-inkidir. Bizə bu lazımdır hələlik. Bu cədvəli ləğv eləyək. Və 4 üsulla 4 dənə cədvəl yaratdıq. İndi bu cədvəlləri necə yox eləmək olar? Kursoru qoyursunuz cədvəlin içinə. Keçirsiniz maket tabına. Maket tabından udalit, yəni yox etmə əmrini seçirsiniz. Və burada açılan menyudan udalit tablitsu, cədvəli yox elə. Burada 4 komanda da var. Yəni sətri yox elə, sütunu yox elə və qrafanı yox elə. Bizə cədvəli yox etmək lazımdır. Udalit tablitsu basırsınız və cədvəl yox olur. İkinci variant. Yaxınlaşdırırsınız kursoru. Bax bu xaç işarəsində görürsünüz sol tərəfdə yuxarıda. Kursoru yerləşdirirsiniz. 4 dənə qara rəngdə ox görsənən kimi mışqanın sol düyməsini basırsınız və açılan menyudan udalit komandasını seçirsiniz və udalit tablitsu, cədvəli yox elə. Yenə də yaxınlaşdırırsınız. Üçüncü üsul həmin işarəyə. Bu dəfə sağ düyməni basırsınız mışqanın və açılan menyudan udalit tablitsu, cədvəli yox elə komandasını seçirsiniz. Qaytarım o komandanı. Və dördüncü üsul. Sütunu və sətirləri cədvəlin içində belə seçirsiniz. Açılan menyudan udalit komandasını seçirsiniz. Yaxud seçəndən sonra klaviaturadan backspace düyməsini basırsınız. Belə. Görürsünüz. 4 üsul cədvəli yaratmaq üçündür. 4 üsul cədvəli yox eləmək üçündür. İndi keçək məlumatı daxil etməyə. Yerləşdirirsiniz kursoru cədvəlin içində və müəyyən məlumat yığırsınız. Tutalım ki, yığaq belə bir məlumat. Kitab. İndi növbəti xanaya keçmək üçün, yəni yaxud növbəti sütuna keçmək üçün ekrandan tab düyməsini basırsınız. Burada yazaq dəftər. Yenə növbəti xanaya keçmək üçün, növbəti sütuna keçmək üçün tab düyməsini basırsınız. Burada yazaq, deyək ki, qələm. Keçir növbəti sütuna və burada yazaq pozan. İndi əgər axırıncı sütundan birinci sütuna keçmək istəyirsinizsə, qayıtmaq istəyirsinizsə, tab yox, shift tab düyməsini basırsınız və bir-bir qayıdırsınız birinci sütuna. Əgər birdən qayıtmaq istəyirsinizsə, əvvələ, yəni bir-bir yox, elə axırıncı sütundan bir əməliyyata birinci sütuna qayıtmaq istəyirsinizsə, onu da yığırsınız. Klaviaturadan Alt, Home. Axırıncı sütuna keçmək istəyirsinizsə, Alt, End. Alt, Home, Alt, End. Əgər birinci sətirdən cədvəlin axırıncı sətrinə keçmək istəyirsinizsə, onda klaviaturadan yığırsınız. Alt, Page Down. Birinci sətrə qayıtmaq istəyirsiniz. Alt, Page Up. Alt, Page Down. Alt, Page Up. Bundan başqa növbəti sətirlərə keçmək istəyirsinizsə, klaviaturadan bu oxlardan istifadə eləmək olar. Aşağı, yuxarı, sola, sağa. Keçdik aşağı, keçdik sağa, qayıtdıq dala, düşdük aşağı.
Əgər bu kombinasiyaları yadınızda saxlamaq çətindir, yaxud istəmirsinizsə, onda sadəcə olaraq muşka ilə işləyə bilərsiniz. Qoydunuz kursoru bura, məlumatı yığdınız, yerləşdirdiniz bura, lazım olan informasiyanı daxil ediniz, yerləşdirdiniz bura, nəsə yığdınız. İndi Enter düyməsindən bir iki kəlmə demək istəyirəm. Əgər kursor qrafada sözün arxasındadırsa, siz burada Enter düyməsini bassaz, kursor növbəti qrafaya, xanaya keçməyəcək. Aktiv olan xanada, yəni kursor yanıb sönən olan xanada növbəti sətrə keçəcək. Bax belə. Və həmin xananın və ümumiyyətlə bütün sətrin hündürlüyü artacaq. Yox eləmək istəyirsinizsə, o sətri ya kursoru burada yerləşdirib klaviaturadan backspace düyməsini basırsınız, yaxud kursoru sözün arxasında yerləşdirib klaviaturadan delete düyməsini basırsınız. Sonra tab düyməsi haqqında bir-iki sözü demək istəyirəm. Burada bir dənə məlumat yığaq. Deyək ki, müəllim əgər cədvəlin axırıncı sütununda tab düyməsini bassaz, basırıq, növbəti boş sətr əmələ gəlir. Yerləşdirdiniz, tab düyməsi. Yerləşdirdiniz, tab düyməsi. Və nə qədər istəyirsiniz boş sətirlər yarada bilərsiniz. Amma tab düyməsinin köməyi ilə yalnız bir boş sətir yaratmaq olar. Gələn dərsdə biz yeni sətirlərin və sütunların yaranması haqqında danışacağıq. Və görəcəksiniz ki, orada imkan var. Bir əməliyyatla 3, 4 yaxud 5 sətir və sütun necə yaratmaq olar. Burada isə yalnız tab haqqında danışdım ki, tabın köməyi ilə necə boş sətir yaratmaq olar. Bugünə bu qədər. Təşəkkürlər.